Ya arkadaşlar indi təbii ki neyniyəcəyik? Gültaç gəldi, Diablomuz gəldi. Ekranı paylaşaq, suallarımıza baxaq, görək nə vermişdik, nə işləyibsiz, necə işləyibsiz, cavablandıraq. Buyurun, suallar gəlsin. Deyəsən sualınız yoxdur, ha? Burada Müəllim, Access yoxdur. bölməsindən var, burada yoxdur. Verilənlər bazasını super işləyibsiz. Maraqlıdır, sınaqda niyə yaza bilmirsiniz? Yaxşı. Yəni, Müəllim, onu burada Müəllim, istədikdə. burada oxuduq axı hamısını həm də ona görə yadda qalır wow, yəni. wow, belə işlər də görmüşük. Ya biz nəymişik? Yaxşı akses hissəsindən soruşun. Buyurun. Buyurun suallarınızı dinləyirəm. 6 müəllim. 6. Altda deyir cədvəldə konkret seçilən verilərini şərt kimi qəbul edib, həmin şərti ödəyən verilənlərin əks olması üçün hansı düymədən istifadə? Arkadaşlar, filtrin böyründə ildırım işarəsi görürsünüz. B variantı. Sonra növbəti sualımız hansıdır? 7. 7. Müəllim, Baxın. 7-ci sualla 65-ci sual oxşardı. Hə. Burada çıxıb 7-də, amma 65-də də ona uyğun variant götürmüşəm, səhv çıxıb. Onu bir Ay dənə izah bir edərsiniz dənə deyəm. fərqini. Bir dənə deyəm. Burada deyir, N hərfi ilə başlayan hərflərin verilənlərin siyahısını çıxartmaq. N ulduz. Ulduz nədir? Əvəz etmə simvoludur. Yəni N-dən sonra istənilən ixtiyari sayda başqa simvol ola bilər. N-dən sonra. Sənin 60 neçənci sualındır? 65 müəllim. 65-də deyir, D hərfi ilə bitən. Deməli, ulduzdan sonra D gəlməlidir. Gördün? Bəli, bildim müəllim. Sualda problem yoxdur, oxuyanda diqqətli olun. Neçəyə baxırıq? Müəllim 20-nin cavabı 20, 21, 22. Onların cavabı yox idi. Baxarıq. 20-də aşağıdakılardan hansı cədvəlin növbəti yazısının keçidi təmin edir? Növbəti yazıya C keçidi təmin edir. 19. 20-də cari yazıdan əvvəlki yazıya keçid nədir? B-dir. Cədvəlin birinci yazısına keçid A-dır. Sual, cədvəlin sonuncu yazısına keçid D-dir. İnanmıram ki, burada kimsə səhv eləyər. Yox, Yox, düzdür. düzdür Hamısı müəllim. yoxladım. Müəllim 36. 36, baxaq. Aşağıdakilerden hansı Access proqramda sorğu deyil? Arkadaşım, seçmə, kəsşən, yeniləmə, silinmə sorğuları var. Düzdürmü? Daşıma sorğusu yoxdur. 40 müəllim. 40. Access obyektdən hansı HTML kodları ilə ifadə edir arkadaşlar? Bu Access-in köhnə versiyalarında var idi, səhifələr. İndi təzə o vaxt biz Access-i keçəndə deyirdik ki, Access-in obyektlərinə nələr daxildir? Cədvəllər, sorğular, makroslar, modullar, hesabatlar, formalar və səhifələr. Sonradan səhifələr aktuallığını itirdi, artıq səhifə anlayışını biz ön plana çəkmirik. Yəni bilmiş olasınız ki, söhbət bundan gedir. Neçə baxırıq? Müəllim 55-ə baxaq. Orada 51. A deyildi. 55. Bəli. Arkadaşlar bu Müəllim, add mən də and yazmışam, delete səhv qrupu. çıxıb. Add and delete qrupudur. C variantı. Bu da Access açımda. Siz nəyə görə bir-birimizlə dalaşırıq ki? Access açım, göstərim. Online arkadaş adlı qrupun enable content. Abonentlər. Hı -hı.
Deməli bura baxın arkadaşlar. Table. Burada. Bax bura baxın. Table fields. Bax. Short text number. Burada aşağıda nə yazıb? Add and delete. Aydındır müəllim. O Sonra properties hardan çıxartdı? 67. 67. Access cədvəlini yazı dedikdə, sahə dedikdə bu başa düşülür. İndi bir şey deyim ki, burada bilirsiniz ki, yazı sətirdir. Sahə də nədir? Sütundur. Amma belə bir variant yoxdur. Yaxşı. Bəs o zaman necə yanaşa bilərik? Yazıda bütöv bir məlumat saxlanılmış olur. Düzdürmü? Yəni sətirdə. Məsələn, təxminə haqqında məlumat. Sahədə isə, yəni hər bir sütununda onun, bunun elementləri saxlanmış olur. O mənada C götürə bilərsiniz. Müəllim, cədvəl götürmək olmaz birinci tərəf orada. Ay bala, yazı cədvəl deyil axı. Yazı cədvəl deyil. Yazı cədvəlin sətridir. Sətirdir, bəli. Amma dünən nəsə elə bir sualı oxumuşduq, səhv eləmirəmsə, dediniz ki, Ay ümumilikdə bala, cədvəl o kimi götürə bilsən nə bilərsiniz. idi? Deyim, o sual belə idi keçən dərsimizdə. Deyir ki, cədvəlin, bedim, yazılar harada saxlanılır? Yadında? Bəli. Deyir, yazılar harada saxlanılır? Mən də dedim ki, yazılar sətirdə saxlanılır. Elə? Yəni sətrə uyğun gəldi. Sətirlərə yaz deyirik. Amma sətirlər harda olur? Cədvəldə olur. Hə, Ona bildim görə də mən. demişdim ki, əgər yazılar harda saxlanılır sualının cavab variantlarının hər hansı biri nə olsa, cədvəllərdə olsa o doğru cavabdır. Çünki niyə? Bütün hallarda yazı cədvəldə saxlanılır. Müəllim 74-ə baxaq. Mən orada 8 dənə 72-yə saydım. baxaq. 7 çıxıb. 72. Bəli. Bu sualı hər dəfə verirsiniz. Hər dəfə eyni şey deyirəm. Növbəti dəfə yenə də verirsiniz. Ay bala, siz nə manyak adamsınız? Backstage view nədir? File tab vərəqi. Faylı açanda, file tabından istifadə edəndə açılan rejimə. Word-də də bunu demişəm. Excel-də də demişəm. PowerPoint-da da demişəm. İndi Access-də təzədən yenə də eyni şey. Eyni şeyi neçə dəfəyə niyə dərk eləmirsiniz ki, faylı açanda görünən rejimə backstage view deyilir. Sonra diqqətli olmağınız lazımdır. 74. 74. Deyər 200 oğlan və 200 qızın adı, soyadı, atasının adı, təvəllüdü, təhsil, cinsi, boyun uzunluğu, qan qrupu haqqında Access 2010-da verilənlər bazası tərtib edilmişdir. Verilənlər bazasında neçə sahə var? Sahə nədir? Sütunlar. Sütuna nə yazacaq? Ad, soyad, Bəli. ata adı, təvəllüd, təhsil, cins, boy, qan qrupu. 8 dənə burada nə var? Müəllim mən də 8 Müəllim, yazmışdım, amma 8 7 yazmışıq, çıxıb. 7 çıxıb, bəli. Yox, 8 dənədir. Ha, özümə şübhələndim. 3 dəfə saymışam, baxıram 8-dir. Yox, narahat olmayın. Cavablarda səhv ola bilər. Ona görə də cavaba əsasən testi öyrənməyin. Nədə şübhələnirsinizsə də onu soruşun. Yəni elə şey olur ki, orada cavabınız düzdə çıxa bilər. Amma yenə də onu da soruşun, bəlkə heç düz deyil. Sonra neçəyə baxırıq? Bitdimi? Sorgular Bilmədi. 4. Sorğuları verməmişdim. Təbii ki, yəqin ki, eşitmişsiniz. Dedim ki, sorğulara qədər olan hissəni işləyəcək. Çünki sorğular bugünkü dərsin mövzusudur. Amma öyrənsinizsə də lap yaxşı. Orada nə problem var ki? Amma inanmıram ki, hamı işləsin. Ha, arkadaşlar. Yox, müəllim işləməmişəm. Siz qrupa yazmışdınız Hə, ki, mən də sorğulara sorğuya qədər kim? işləmişəm. Bəli. Sorğuya qədər demişdim. Yəni düzdə işləyib sizə ziyanı yoxdur.
kef eləyəcəksiniz, amma işləməyibsinizsə, onsuz da sorğu burada azdır. Yenə də nəsə atmağım lazımdır. Bu qədərlə olmaz. Aksesdə qoyacağım sizə biraz az sorğu atım da. Gələn dərsimizdən ötürü. Yadımdan çıxıb atmayacağam. Siz də incəyəcəksiniz ki, müəllim, niyə bizə az sual verdiniz? Onu da xoşlamırsınız. Deməli belə. Buradan gəlim hara? Bura, buradan bura, buradan informatika, testlər, xüsusi 7 dərsən alma yox, countdown yox. Ya buradan verilənlər bazası. Əlavə tapşırıqlar şeyləmi burada? Amma yox, bu verilənlər bazası sizə ağır gələcək. VB test cədvəl. Aha, bu olar. Bu qəşəng. Baxın görün burada başqa nə var? İnformatika testlər. Gündəlik. Arkadaşlar, köhnə dərsləri xatırlamağınızdan ötürü yenə də sizə nələri atmalıyam? Qarışıq testləri. Özdə bu dəfə biraz bol-bol atmam lazımdır. Çünki həm köhnə dərsləri xatırlayasınız, həm də neyniyəsiz, həm də baxaq görək vəziyyətiniz nə yerdədir. Burada countdown'unda belə şey varmı? Yox. Countdown, axtar sor algoritm, access, countdown və hesabdır. Sistem, qrafika. Aha, verilənlər bazası. Hocam, bu verilənlər bazasına nədir? Preview payments. Hepsini dərk eləmədim bunu. Dondu qaldı biraz. Bu niye dondu? Arkadaşlar burada Explorer donup oradan çıxamıram. Eyb yox. Nəsə, birini attım. Qalan şeylərdəki Allah kərimdir, davam edərik. Arkadaşlar buralıq belə deyim, bu testlərə aid, bu dərsə aid nəsə problemimiz var idi. Xeyr, mən. Ona belə bir iş görək. Evet. Access proqramında biz burada dünən o gün atdığımın üzərində biz başladıq sorğu-sual eləməyə, yoxsa necə olmuşdu? Bəli, o Mənim testin qrupa içində. atdığınız elə həmən bu testin birincisindən başladınız, verilənlər bazasından. Yaxşı, yaxşı. Aksesdə soruya qaldı. Yaxşı, yaxşı, çox gözəl. Dokument. Çünki bizim bir dənə də belə bir şeyimiz var. Bilirsiniz. Qəbulun karması. O karmanı açım. Bu təkrar informatika qəbul model. Aha, buradan nə idi? Verilənlər bazası access. Həm də sorğunun özünlə də neynəmiş olacaq, işləmiş olacaq burada. Bunu bu dəfə atmamışam qaliba. Bunu açıram ekranda. Cəmi 6 səhifəlik bir şeydir. Həm də sorğuları belə deyim də, onsuz da bundan bazanız var. Kimin də yadından çıxıbdı, indi burada işləyə-işləyə yadına salacaq. Belə daha yaxşı olar. Biz açaq bunu, açaq və paylaşım sizlə. Bunu amma burada bu yaxınlarda işləməmiş, elə deyilmi? Xeyr, mən. Yaxşı. O zaman başlayaq. Bugün kimdən başlayaq? Sıralamanı quraq, ondan sonra davam edərik. Deməli, birinci Gültac, sonra İradə, sonra Layla, sonra Müjgan, ondan sonra
Müsalə və Təxminə xanımlar ardıcıllığına gəlir. Gültaç xanım, İradə xanım, Layla xanım, Mürcan xanım, Müsalə xanım, Təxminə xanım. Daha bir yadınızda saxladınız kimdən sonra kim gələcək? Başlayaq. Gültaç, birinci sual. Relyef və nisbətinin qüvvəti, kortejlərin sayı. Səhv da Nədən Gültaç. Bax, Deyim müəllim. təsəvvür elə, imtahanda qabağına bircə dənə verilənlər bazası. Gücüdür, hə, gücü kortejlərin sayıdır, qüvvəti Daha domenlərin. Gültaç, no ki, sənin öz səsində problem var, yoxsa nəyin qutunun içində danışırsan, səsin çox pis gəlir. Bəli, gücü kortejlərin sayıdır. Qız gücünə yanda saxlamışdım. Nisbəti Yəni biraz anladın ki, deməli bunu əməlli öyrənməyibsən. Çünki bir dəfə imtahanda cavab vermək şansın var. Ay bu belə idi deyəndə düzəlmir. Ay mən elə bil ki, qız gücünə yadımda saxlamışdım. Kortejlərin sayı K, G, gücü bildirir. Qüvvət də domen. Yox, onu bildim. Burada cavabı səhv seçdin axı. Birinci gözümə səhv ilişdi ona görə. Nəsə, yəni konkret olaraq Gültaç. Gic-gic şeylər eləmə, get əməlli öyrən. Elə hərəsindən bir dənə sualdır, hərəsindən bir dənə səhv eləyəsə olsan 25 dənə səhvin çıxacaq informatikadan. 2-yə baxaq. Verilənlər bazasında yazılar harada yerləşə bilər? Sətirlərdə. İndi bu arada bax bu sualdan söhbət gedirdi. Keçən dəfə demişdim. Burada bu sualda yazılar harada yerləşdirilə bilər? Sətirlərdə və cədvəllərdə ikisi də var. Ona görə burada qlobal cavab cədvəllərdədir. Amma sonradan məsələn son illərdə düşən versiyada cədvəlləri verməmişdi. Ona görə də sətirləri rahatca seçə bilirdik. Məsələn, mən belə bir sual düşsə, onda biz sətirlə cədvəl arasında qalsaq, O cədvəl seçməliyik. Cədvəli bilirsiniz nəyə görə? Çünki bütün hallarda onda belə götürəcəksiniz da. Biz sətir yazı deyəndə nəyi nəzərdə tuturuq? Cədvəlin sətrini. Düzdürmü? Bəli. Hə. Məsələ burasındadır ki, yazılar sətirdə yerləşsə də, sətir də cədvəldədirsə, demək yazılar harda yerləşdirilir cavabı cədvəllərdə seçəndə heç vaxt səhv çıxmırsan. Amma ki, sən götürüb sətri seçəsi olsan, yoza bilərlər ki, bəs yazı axı cədvəlin sətridir. Ona görə də yazı nədir? Cədvəldə yerləşə bilər. Aha, bilməm. Bax, belə bir problemlə, situasiyadan çıxmaqdan ötürü gördünüz, sətirlə cədvəl bir yerdə var, cədvəl seçkən. Onda heç kim heç nə deyə bilməyəcək. Üçə baxırıq. Verilənlər bazası modelini göstərin. Hiyerarxik A variantı. Düzdür, halaldır. 4. Atributa aid olanı göstərin. Sütun başlığı. Bəli, sütun başladı. Sonra 5. Sayğac sahəsinin xüsusiyyəti nədən ibarətdir? Avtomatik artma xassəsinə malikdir. Ay A sağ ol, variantı. halal olsun. Davam edirik. 6. Verilənlər bazası nəzəriyyəsində yazı anlayışı nəyi bildirir? Cədvəlin sətrinə. Ay sağ ol. İndi bura baxdınız. Diqqət edin. Bu testlərin hamısı özünüz bilirsiniz DİM-in qəbul sualıdır. Bax, bayaqkınla burada ona diqqət eləmək lazımdır. Yazı anlayışı nəyi bildirir yazıb? Cədvəlin sətrini. Onda bu sual çox ciddi problem törədir ki, sən yazılar harda yerləşdirilə bilər? Sətirdə deyəndə sətirdə yerləşmiş kimi cavab çıxmış olur. Çünki cədvəlin sətridirsə, cədvəlin sətri harda yerləşəcək? Cədvəldə. Yox, cədvəl verilməyibsə məcburiyyət qarşısında sətri seçəcəksən. Bax, bu ikinci sualla 6-cı sualı tutuşturanda nə demək istədiyimi başa düşəcəksiniz. Sonra 7. Verilənlər bazası idarəetmə sisteminin lingvistik vasitələrinə daxil deyil.
Verilən saytların yaradılmasıydı bu. Web saytların. Bəli, veb saytların yaradılması. Düzdür. Sonra Verilənlər 8. bazası modelini göstərin. Bu relyasiyadır. Bəli, cədvəl formasındadır, relyasiyadır. 9. Aşağıdakilərdən hansı verilənlərin model tipi deyil, qeyri-xəttdir? Bəli. 10. Verilənlər bazasının modelini göstərin. Şəbəkə, Bəli, şəbəkədir. 11. Verilənlər bazası strukturunda yazı anlayışı nəyi bildirir? Cədvəlin sətrini. Bəli, yazı cədvəlin sətridir. Yenə də baxırsınızmı? Az öncəki sualdır, bir təkrar gəlibdir. Verilənlər bazanın yazı Bəli, mən anlayışı nəyi oxuduğum bilir? 6-cı sualdır. sualın 11-ci sual. Sual 12. Verilənlərin hansı modelinin informasiya iki ölçülü cədvəllər şəklində təqdim olunur və əməliyyatlar cədvəllərlə manipulyasiyadan ibarətdir? Bu relyasiyadır. Bəli. 13. Verilənlər bazası ilə işin effektivliyi üçün verilənlər bazasını idarə etmə sistemi verilənlərin tamlığını təmin etməlidir. Sual versən qadınam, cavab versən. Tamlığını təmin etməlidir də. Başqaları uyğun gəlmir axı. Arkadaşım, niyə qeyri-müəyyən? Yəni deyirəm, bu sualında cavabın. Bu cavabımdır. Ayşə, cavabınsa düzdür. Təbrik edirəm. 14. Relyasiya modelinin elementləri haqqında mülahizələrdən düzgün olanı seçin. Kortej bir və ya bir neçə atribut. Xeyr, səhvdir. Açar, mahiyyət xarakterizə edən xassiyə. 2 düzdür. Nisbət kortej edən elementlər çoxluğu. 3 səhvdir. Verilənlərin tipi domendəki elementlərin qiyməti. Demək 2, 4. Hə, indi doğru cavablar deyim. Səhv dedim. 2 səhvdir. Mahiyyəti xarakterizə edən xassiyə atributdur. Yəni bu şey deyil, açar deyil. Açar yazıları bir qiymətli təyin edən sahə və ya bir neçə sahədən ibarət olan, belə deyim də, element. Nisbət kortej adlı elementlər çoxluğudur. Bu düzdür. Kortej nədir? Yazıdır, sətirdir. Nisbət nədir? Cədvəl. Cədvəl nələrdən təşkil olunur? Sətirlərdən. Yazılar. Deməli nədir? Nisbət kortejlərdən təşkil olunur. 3 düzdür. 4 nədir? Verilənlərin tipi domendəki elementlərin qiymətlərinin tipidir. Verilənin tipi, bəli, o domendəki elementlərin qiymətlərinin tipidir. Düzdür. 3 ilə 4 düzdür. Nisbətin sxemi cədvəlin sütunun başda deyil. Sütunun başlığına nə deyirik? Atribut deyirik. 3 ilə 4 doğrudur. 15-ə baxırıq. Verilənlər bazası müəyyən qaydalar əsasında təşkil olunmuş və hər hansı obyekt haqqında xarici yaddaşda saxlanılan qarşılıqlı əlaqəli verilənlər yığımıdır. Elə bu domen. Elə budur. Düzdür. Düzdür. 16. verilənlər bazası modelini müəyyən edin. İyerarxik, şəbəkə, obyekt yönlü, İyerarxik model, şəbəkə modeli, obyekt yönlü model. Bəli, doğru cavabdır. 17. Aşağı səviyyədəki obyektlərin yuxarı səviyyədə yerləşən obyektlərdən asılılığını göstərən verilənlər strukturu necə adlanır? Bu da iyerarxiya Bu, variantı. bəli, bu iyerarxiyadır, düzdür. 18. Əlaqələndirilmiş faillər sistemi necə adlanır? Verilənlər bazası. Bəli, doğrudur. 19. Nisbətin gücü, kortejlərin sayı 1D, nisbətin qüvvəti domenlərin sayı 2A, 3də atribut, cədvəlin sütunun başlığı. Bu doğru cavabdır. 20. Demək, cədvəlin sütunu güvəncəsidir.
1D, Hı -hı. 2S, Ola bilər. 3D, Bəli. 1D, 2D, Düzdür. 3B. Düzdür, doğrudur. İndi burada cədvəllər tam görünmür. Bu çox pis oldu. Belə eləyəndə tam görünmür. Bu nətər eləyək ki, siz bunu işləyə bilərsiniz. İndi çox balacalaşdı. Gəl belə eləyim. Hansı görünür onu işləyirəm. Yox, mən elə eləməyəcəm ki. Mən burada new tabla olmadı. Bundan bir dənəsini də açacağım. Ya da kəsə bilərsiniz. Yox, niyə kəsirəm ki, qadınım? Mən kəsmək mənim işim deyil. Kəsmək universitetdəki müəllimlərin işidir. Mən burada kəsməklə məşğul deyiləm. Mən bunu birləşdirməklə məşğulum. Qoy belə eləyim ki, tam görünsün. Bura tam görünür sağ tərəf. Düzdürmü? İstədiyimiz kimidir. Sol tərəfdə böyüdürəm. Sualımızın yarısı da burada. Heç kağız üzərində olsa bu qədər rahat olası deyildi. İndi oxuyun, cavablandırın. Kimindir bu? Mənim. Ha, buyurun. Aşağıda verilənlər bazasının iki cədvəli göstərilmişdir. Cədvəl 2-də övlad və onun valideynləri haqqında informasiya var. İnformasiya cədvəl 1-in uyğun sətrində iç sahəsinin qiyməti ilə təyin olunmuşdur. Cədvəllərdə verilənlərə əsasən Qurbanlı AK-nın qız övladları və qız olan nəvələrin ümumi sayını müəyyən edin. Hı -hı. AK. 44. Hı -hı. 44 yox, məsələ burasına ikinci bunları tap da cavabı mənə deyəcəksən. Sxemini qur. Sonra da əsaslandır. 3 olmalıydı. Yəni cavab yadımda qalan o belə yadımdan çıxıb. Gözüm də yenə tamam. İşdə məni əsaslandırmaq lazımdır. Cavab yadımda qalan nədir? Manyak şeylər deməyin mənə. Qurbanlı AK 44. Hı -hı. B seçmirdik. Burada 44. Burada da 44-dən 20 Hayır Lalə övlad. xanım, yadınızdan çıxıb elə. Hə, müəllim, Ya yadımda. kimin yadındadırsa da o desin də. Vaxt itirməyək. Deyim. De. Elə birinci Qurbanlı AK-nı tapırıq. Düz dedilər, Ayxan 44. Sonra 44-dən ikinci cədvəldən baxırıq ki, 44-ün övladı 25-dir. Bir də 44-ün övladı 34-dür. Hə, 34-də baxırıq ki, Abbaslı qadındır. Deməli, biz qızı 25-ə baxırıq, 25 kişidir. Sonra 25-in övladlarına baxırıq. 25-in 26-dır, bir də 54-dür. 26 nədə görüm? 26 kişi nəvəsidir. 54 qadındır, qız nəvəsi Səlimzadə. Ona görə də 3 dənə say. Qız nəvəsi oldu. Ya bura bax, hayır Lalə xanım. Bax 44-ü yazdınız. 44 valideyn olan hissələrə baxdınız. Bax 44 burada valideyndir, burada valideyn. Birində 25-dir. O birisi tərəfdə neçədir? 34-dür. Başqası yoxdur. İndi 25-ə baxırıq. 25 burada var, 25 burada var. Neçədir? 26 ilə 54. Burada yazdım 26, burada neçə yazdım? 54. Sonra 34-ə baxıram. Burada var, valideyn kimi burada var. 35 var, 46 var. Bax, Gültacın dediyi budur. 35, burada 46. İndi nə etməyimiz lazımdır? Bunların cinslərini öyrənməyimiz lazımdır. Eləmi? Bəli, müəllim. Ay, sağ ol.
Ona görə də nə edirik qəşəng? Baxırıq. 25 kişidir, bizə lazım deyil, bizə. Sonra 26 kişidir. 26 kişidir, bu da lazım deyil. 54 34 qadındır. qadındır, bu lazımdır bizə. 35 qadındır, lazımdır. Elə? Bəli, bir də 54 İndi bura qadındır. bax. 46 kişidir, lazım deyil. Bir də 54 qadındır. 54 qadındır. Bax, belə çıxmışdı o 3 dənə. Sadəcə Bəli. sxemi qurun, sonra da cinslərinə baxın. Yəni qata-qata baxmanıza ehtiyac yoxdur. Bir dəfəlik sxemi qurandan sonra cinslərə baxacaqsınız, hər şey çıxacaq. Yaxşı. Növbəti sıradakı kimindir? Aksesdən birinci sual cavablandırsın. Konstruktor rejimində cədvəl neçə sütundan ibarət olur? 3. 3. Bəli. Adlar nə idi onların? Adları Bəli, o sütunların adları nə idi? Yaxşı, keçdik növbəti suala. İkinci sual. Sorğular neçə dəqiqə? Yəni bizə də qoy bunu bağlayayım, bunu böyüdüm. Aha, deyin. Sorğular. Müxtəlif meyarlara görə informasiyanın axtarışı və verilənlər bazasından alınması üçün nəzərdə tutulmuş obyektlərdir. Bu doğru cavabdır. 3. Mən əməliyim. Yəqin ki. Verilənlər bazasının fraqmenti verilmişdir. Seçimi aparmaq üçün belə süzgəc tətbiq olunur. Seçim nəticəsində alınan yazılan sayı neçə olar? Deməli, 165 or 175. 175-dən böyük olanları burada götürəcəyik. 2, 4, 8. Yox, əstəğfurullah. 2, 2, 4, 2, 4. 2 dənə. Yox, 2 dənə cavab yoxdur. Bura bax, Ətəminə. Qatıb qarışdırma. Nə deyir sənə? Ya 175. 165-dən balaca olacaq, ya da 175-dən böyük olacaq. Hə. Baxıram, 165-dən balaca var Ağayeva. Hı -hı. Sonra 175-dən böyük Kərimov var. Ondan 2, sonra 4. Əliyev var. Düzdür? Bəli. Başqası gəlirmi? Bax, 175-dən böyük olan bir bu böyükdür, bir bu böyükdür. Başqa yox. 165-dən də balaca olan bir dənə 160 var, başqası yoxdur. Elədir? Aha, bildim mən. Onda nə olur? 3 3 dənə. dənə. Dördə bax. Verilənlər bazası fraqmenti cədvəl şəklində verilmişdir. Və hansı yazılar not, vəzifə bərabərdir, mühasib. Demək, birinci vəzifə bərabərdir, mühasib olanlar baxaq. Deməli 3-dür. Yazırıq 9-dur bir də. Sonra maaşı Sən dedikcə 4. mən yazacağım. Mühasib dedim bir 3-dür, bir də 9 elə. Bəli. 3 ilə 9-u yazdım. Amma sən nə deyir? Deyir deyir ki, axı müəllim. Orada not mühasib deyir axı olmayan müəllim, onda olmayanları Ay seçin. İradə xanım, nə olar? Müdaxilə eləməyin. Qoy özü fikirləşsin, görsün nə tapır. Bir-birinizin fikrinə müdaxilə eləməyin. 3 ilə 9 olmayanları götürürük. Sonra deyir ki, 3 maaşı ilə 9 400. olmayanlar deyəndə onda nələr götürürük? 1, 2, 4, 5, 6, 7, 8. Aha. 8. Əla. Maaşı 400-dən böyük olanları və yaxud da stajı 5-dən kiçik olmayanları. Hə. Demək, maaşı 400-dən böyük olanlar Hansılar? 1-dir, 3-dür, Aha. sonra deyək ki, 6-dır, 5-dir, 5'dir, 6'dır.
Bir də 9-dur. Bir də 9-dur. Bir Sonra də veya deyirkən götürürük 5-dən kiçik olmayanları, yəni 5-dən böyük olanları. 5-dən kiçik bərabər olmayanları. Onda hə 5-dən böyük olanlar gəlir. İndi başlayaq. De görüm. Demək 2-dir, 3-dür, 5-dir, 6-dır. Ay sağ ol. Elə. Sonra nə edirik? Bura qədər gəldik. Sonra heç nə ət dediyinə görə birinci Aha. yerdən ikisinin ortaq olanlarını götürəcəyik. Aha. Elə bil 1-i götürəcəyik, 2-ni götürəcəyik, 5-i götürəcəyik, 6-nı, 7-ni yox, 7 yoxdur. So, 2, 5, 6. Müraciətə 1-dir, 2-dir ortaq olan. 4 yoxdur burada. 5 var, 6 var. 7 ilə 8 də yoxdur. 1, 2, 5, 6 oldu. İndi özə İradə xanımındır növbə. Formalar nə üçün nəzərdə tutulmuşdur? Aha. Verilənlər bazasının cədvəl və ya sorğuların mühafizə etmək yox, cədvəl arasında qədər. Formalar verilənlər bazası, bəli. Aslında sorğular B variantı da verilənlər bazasının cədvəl və ya sorğuları mühafizə etmək. Arkadaşlar, formalar nədən ötürdü? Cədvəl arasında əlaqələri müəyyənləşdirmək və sazlamaq. Hayır Ədə xanım, bütün cavabları oxuyun demədim. Müəllim, mühafizə etmək deyil B variant. O da səhvdir. Mən C-dir. Sorğu və cədvəlləri əyani şəkildə Əyani Yəni izah şəkildə əks etdirir bu formalar. Forma nədən ötürü? Sorğu və cədvəlləri əyani şəkildə göstərmək üçündür. Bura baxın, Access-də bizim bazamız var idi. Diqqətli olun. Bax, keçən dəfə formada yaratmışdıq. Bax, bura nə göstərir? Nə yazıb? Forms, abonentlər. Nə edir? Bax, abonentlər cədvəlinin içindəkilər göstərir. Soyad İsayeva, ad Aynur, telefon bu. Sonra məsələn keçsəm, burada bircə dənə deyəsən abonent var idi. Abonentimiz niyə lazımdır? 3 dənə abonent var, onda davam edə bilərik. Burada keçim növbəti ikinci, hə budur. Məmmədova Müjgan, məsələn telefon nömrəsi, sonra Baxzadə təminə telefon nömrəsi. Görürsüz, məsələn əməliyyat formasına baxırıq. Əməliyyatları bizə göstərir. Sonra kitablara baxırıq. Danqışın günlüyü Mirzə Rəhbər Yasamalı, nə bilim. Ad Ələkbər Möcüzələr Diyarında müəllif Sir Alex Gültac. Bax görürsünüzmü, keçən dəfə nələr eləmişdik? Bax bu gördükləriniz formadır. Forma nə edir? Sadəcə cədvəli bu şəkildə yox, istifadəçiyə daha uyğun olan şəkildə təqdim edir. Sonra 6. Verilənlər bazası fraqmenti cədvəl şəklində verilmişdir. Cədvəldə uzunluq 150-dən böyük, dərinlik 29-a bərabər, bir də eni 30-dan balaca olanları götürürük. Uzunluğu 150-dən böyük olanlar Eni neçə yazıb orada? 29. Yox, n nətər 29 görsən eni? Yox, dərinlik 29. Eni 30-dan balaca olanlar. Amma qabağına nə verilir? Not olmayanda səhvi əksi. Əksi yox, ziddi. 30-dan balaca olmayanlar hansılardır? Eni 30-dan balaca olmayanlar 1, Yox, 2, elə yox. Ümumilikdə 30-dan balaca olmayanlar. Eni. 30-a kimi olanlar deməli. O 30-a kimi olanlar 30-dan böyükdülər, yaxud da 30-a bərabərdirlər. 29-a kimi olanlar. Böyükləri götür. Ay uşaqlar, bir nəfər ayıq kimsə var. 30-dan böyükləri götür. Yəni əksi 30-dan kiçik. Ay bax, 30-dan kiçik olmayan 30-dan böyük ya da 30-a bərabər olan deməkdir. Sən nə hayırsan?
30-dan deyir balaca olmayanlar deyir 29. Nətər 29 30-dan balaca deyil? Bildim. Kim ayıqdırsa da bunu həll eləsin. Kim eləyə bilər? Demək 30-dan böyük olanlar 4-ü götürürük, 5-i götürürük. Yox, burada Birinci 5 yox. başdan başlayaq. İndi mən Layla xanımın burada bunu səhv ifadə eləməyinə görə mən onun üzərinə düşdüm. Yoxsa bu Hı. başlanğıcı düz demişdi. Başdan başlayaq denən. Uzunluq 150-dən böyük olanlar deməli 2-dir, 3-dür, 4-dür, 6-dır. Şey, Hı -hı. və ya deyir deyən və ya direkt qoyaq. Hə. Dərinlik bərabərdir 29. Dərinlik 29 olanlar da 2-dir. Bir də 8-dir. 2 var, 8-in sayısı yazaq. Aha. Hə. Sonra deyir ki, and deməli ikisində də olanlar götürəcəyik. Not eni 30-dan böyük olanlar. Kiçik yox, böyük olanlar və ya bərabər olanlar 30-a. Deməli onda da 3-ü götürürük. 3-ü götürürük, 4-ü götürürük, 6-nı götürürük, bir də 9-u. Hə, 9 bu yazdım. bir tərəfdə 9 yox idi axı. Hə, o tərəfdə 9. Hə, indi ortaqlarını götürəcəyik. Hə, dediyinə görə o da 3, 4, 6-dır. Bəli, onlar çıxacaq. 3 4 6 çıxacaq. 7-ni Müjgan xanım işləyəcək. Ambar verilənlər bazası verilmişdir. Hı -hı. Miqdar Bəli. sahəsinin artma sırası üzrə çeşidləndikdə klaviaturada mal haqqında məlumat mövqedə olacaq. Mal haqqında məlumat neçənci mövqedə olacaq? Miqdar sahəsinin artma sırası. Miqdarın artma sırası 9-dan başlayacaq. Miqdarı 9, artma sırasından 9-dan daha balaca var axı. 5-dən başlayacaq. Əgər kodla deyirsənsə də, hə, amma əsas kodla məsələ düzməkdir. Olar. Onu düzmək deyirsə də ən yaxşısı koda baxmaq deyil. Ən yaxşısı elə malın özünə baxmaqdır. Birinci nə olacaq o zaman? birinci adapter, İkinci, ikinci aksör kolonka, sonra üçüncü, üçüncü printer, dördüncü, skaner, beşinci, sonra monitor, klaviatura, altıncı. sonra sıçan, Ay qadanam, altıncı dedim. altıncı kaçtım. Skaner, monitor, klaviatura, Klaviaturadır. Klaviaturanı soruşur da bizdən. bəli, klaviatura. Neçənci mövqedə oldu? 6, 6 oldu da 1, 2, 3, 4, 5, 6. Bax, ekrana yazdım. Sonra 8-ə baxaq. Verilənlərin nizamlanması yox. Ecazkar ölkələr verilənlər bazası təqdim olunmuşdur. Hı -hı. Verilənlərin nizamlanması nəticəsində Narniya ölkəsi haqqında yazı bir sətr aşağı indi. Bu yer Aha. dəyişmə nizamlanması hansı sıra üzrə apardıqda mümkün olmuşdur. Narniya bir sətr aşağı enəndə özün yerində olur 2-də. Bəli, Ozun yerində olacaq, düzdür. Variantları oxuyum deyim, yoxsa hamısını deyim? Bilmem. Variantları oxuyub deyəsən. Arkadaşım,
Düz olanı de. Özünü aydınlaşdır, düz olanı de. Yəni çətin deyil. Əhalisi üzrə artmadır. Əhalisi üzrə artma düzəndə birinci Svambriya olacaq, ikinci Narniya. Doğru cavabdır. Sonra 9. Əsas açar primary key nədir? Cədvəlin hər bir səthini bir qiymətli təyin edən sahədir. Düzdür. 10. Kompüter salonu verilənlər bazası cədvəli miqdar sahəsinə görə artma ardıcılığı sağladığı skaner mavinin neçənci sırada olacaq? Deməli, miqdara görə artma sırasını düzürük. Birinci yerdə printer, ikinci yerdə skaner olur. İkinci yerdə olur. A variant. Düzdür. 11. Test imtahanının nəticələri verilənlər bazasının aşağıdakı cədvəldə verilmişdir. Demək, həmin cədvəlin hansı yazıları cins bərabərdir kişi. Demək, birinci seçirik, cinsi bərabərdir kişiyə. 2, 3. Aha, əla. Və ya kimya böyükdür biologiya. Baxırıq, kimya böyükdür biologiya. Biologiya elə birinci götürürük. Kimya böyük olan 45-i, 2-ni, Aha, sonra 4-ü, bir də aha. 6-nı. İndi Bir bizdən də də burada order 6-nı. 6-nı dedim, 6. Bəli. İndi bizdən order kəsişmədir də müəllim. Yox, Düzdür? birləşmədir. Birləşmə, hə. Burada birləşdirəndə 2-nin özü qalır. 3, 4, 6. Bəli. 2, 3, 4, 6. Qəşəng. Növbətiyə keçə bilərik. 12. Verilənlər bazasında abituriyent cədvəli hansı yazılar cinsi 2, doğum ili 1981-ə bərabər və 1981-dən çox olanları götürürük. Aha. Və bir doğru cinsi 2-dir, doğrudur. Bir doğrudur. 1, Aha. 2-də ili azdır. Ay qadınam, elə sorğuya baxırlar. Birinci görürsüz hamı necə baxır? Birinci cinslərə baxıb onları yazırıq. Ondan Yaxşı, sonra ilə baxacağıq, onu yazacağıq. Sonra fakültəyə baxacağıq, yaxşı. lazım olan əməliyyata aparacağıq. 1, 2, 3, 4, 6. Aha. 1, Sonra 3, and qoyduq. sonra doğum ili 1, 1, 3, 4, 5, bir də 6, 7. 6 ilə 7-yə baxaq. Düzdür. 6 ilə 7 böyük bərabər deyil, 6 ilə 7 də getdi. Fakültə kimya biologiya deyirsə də 1, 2, 4, 5, 6, 7. Mhm. İndi nə edirik? Əndlərlə veririk. Bunları nə etmək lazımdır? Orada eyni olanları götürürük. Aha, neçəni götürəcəyik? 1, 3, 3 hardan oldu? Burada 3 yoxdur heç. 1, 4, Mhm. 6. 1, 4, 6. Bəli. Bu da cavab. Uyğunluğu müəyyən edin. Makroslar, cədvəllər, hesabatlar. Aha. Makroslar aiddir. 3-ə də A aiddir. Əsas obyekt cədvəldir. Bazadakı informasiya ilə əlaqəli olan müstəqil internet səhifələri.
Makroslar bazanı sazlamaq, tərtib etmək, genişləndirmək üçün istifadə olunur. Ne oldu? Hansı variant seçtin Ayşe? Mən variantı qarışdırdım. Birinci, variant qarşılayacaqsan da nə gəldi deyirsən. Tapmaq üçün Makros elədim. nədir? Makros nə iş görür? Dərsə əməlli öyrənmək lazım. Dərsi öyrənmirsiniz, yalandan gəlirsiniz bura, sual da vermirsiniz. İndi bax, sual çıx qabağına, cavablandır cümlətə cavablandırsan. Bazanı sazlamaq, tərtib etmək, genişləndirmək üçün istifadə olunan. Xeyr, Yox, yox, o deyil. kim bilir? Deyim müəllim. Y. De. Müəllim, burada makroslara birinci aiddir E variantı. Tez-tez yerinə yetirilən əmrlərin icrasını avtomatlaşdırmaq və sadələşdirmək üçün istifadə olunur. Bu düz. Sonra. Cədvəllər, bəli. Cədvəllər MS Access-in əsas obyektidir. 2B. Aha. Hesabatlarda ixtiyari verilənlər toplusunun əks etdirilməsi və çap olunması üçün istifadə olunur. Aha. A variantıdır. Ümumilikdə. A variantıdır. Bəli, uyğun gəlir. Deməli, bəli. Makroslar E variantı, cədvəllər B və ən axırda hesabatlar nə oldu? A. Çap üçün. A variantı. A. 14-ə baxırıq. Verilənlər bazasında açar nə üçün istifadə olunur? Cədvəllər arasında əlaqə yaratmaq üçün. Bəli, açar cədvəl arasında əlaqə yaratmaq üçün istifadə olunur. Doğrudur. 15. Dizayn rejimində verilənlər bazasının cədvəlini xarakterizə edən parametrlər hansılardır? Aha. Burada 3 dənə idi müəllim. Field name idi, səhv eləmirəmsə. Field name, data Aha. type, description 3 dənə. 3, Düzdür. 5, 6. Düzdür. 16. Öyle obyekt sahəsi nəyi yadda saxlayır? Multimedia verilənlərini. Oli obyekti sayəsi multimedia verilənləri saxlayır. Bu doğru cavabdır. Bir də o 17. site name, data type, description o Site. həm də bayaq var dediniz Hətta sətirlər. konstruktor rejimində cədvəlin sütunlarıdır. Üstünü. Düzdür. Sərbəst sahəsi nə üçün nəzərdə tutulur? Sahənin nömrələnməsi. Sahələrin nömrələnməsi, Yox, yazılar nömrələnməsi. yazıların nömrələnməsi. İndi düz oldu. Diqqətli olun, baxın, bax elə balaca səhvlər adamın evini yıxır. Ha, böyük şeylərdə problem olmur. Bildiyiniz şeylərdə diqqətli olun. Sonra, Doğru mülahizələri seçin. aha, Verilənlərin qiyməti onun mənasını ifadə edir. Bu aha. düzdür. Verilənlər bazası informasiyanın O saxlanılması səhvdə emalı axı verilənlərin qiyməti nə vaxtdan mənanı ifadə edir? Bir dənə verilənin qiyməti 5-dir. Onun nə mənasını ifadə etdi? verilənlər bazası informasiyanın saxlanılması emalı və axtarışını təmin etmək üçün nəzərdə tutulmuş tətbiqi proqramdır. Bu da səhvdir. Səhvdir, təbii ki, səhvdir. Mənə səhvlər lazım deyil, düzlər lazımdır. Doğru mülahizələri seçin, yazıb, yanlışları yox. Aha, davam edək. Yazılar bir-birindən heç olmasa bir sahənin qiymətinə görə fərqlənir. Bu düz deməli. Bu düzdür. Cədvəlin hər bir yazısı eyni struktura malik olan sahələrdən ibarətdir. Bu da Düzdür. düzdür. Nisbətin gücü domenlərin sayı ilə ifadə olunur. Bu səhvdir. Aha. Cədvəldə yazıların ardıcıllığı istənilən qaydada ola bilər. Bu doğrudur. Doğrudur. 19-a baxaq.
Verilənlər üzərində yerinə yetirilən əməliyyatların tiplərini seçin. Hı -hı. Hesabi, müqayisə, bunu bilmədim. Kim bilir? Deyim mən. De. Mən burada hesabi, müqayisə, məntiqi və xüsusidir. Hesab əməliyyatlar, müqayisə əməliyyatlar, məntiqi əməliyyatlar, xüsusi əməliyyatlar. Düzdür. 20. Verilənlər bazasında verilmiş şərtlər əsasında serilərin seçimini həyata Yox, keçirir. verilənlərin olmalıdır. Serilənlərin seçimi. Verilənlər, sayılanların seçimi. Seçimini həyata keçirməyə imkan verən obyekt necə adlanır? Şərtlər əsasında. Bəli. Sorğu, Değer verilmiş şartlar əsasında verilənlərin seçimini həyata keçirən sorğudur. Təbii ki, doğrudur. 21. MS Access 2019 proqramı verilənlər bazasının hansı modelinə uyğundur? Relyasiya. Doğrudur. 22. Deməli, ədəbiyyat coğrafiyadan kiçik bərabərdə olanlar. Ədəbiyyat coğrafiyadan kiçik bərabər olanlar. 2'dir, sonra 3'dür, sonra 5 değil, 6'dır. 2, 3, 6 Hı -hı. və riyaziyyat böyükdür informatika. Riyaziyyat böyükdür informatika deməli hansıdır? 2'dir, sonra 5'dir, bir də 6'dır. Sonra Bir də ne kaldı? Ornot, edebiyat, riyaziyyat böyük değil edebiyattan. Yani edebiyat böyük riyaziyyattan. Edebiyat böyük riyaziyyat 1'dir. Sonra 4'tür. 4'tür heç nə. Burada da Orwell'dir. da sənə söz deyim. Burada nə verib? Ədəbiyyat böyükdür, bərabərdir riyaziyyat. Düzdür. 1, 4, başqa yoxdur ki. Yoxdur. Ha, onda heç nə. Kəsişdir, cavabı çıxart. Deməli, birinci şeydir. And var. And var. Burada or var. Deməli 1, 4, 2, 5, 6'dan olacaqdır 2, bir də 6. Aha. Uy. Burada nətəydi? Mötərizələrə fikir verirdik deyəsən. Onda nətər olur? Birincinin arasında and var axı. Yəni birinci ilə ikincinin arasında and var. Oradan götürürük 2 ilə Aha. 6'nı. Aha. Buradan da 1 ilə 4'ü olur. 1, 2, 4, 6. Oldu. Düzdür. 23. Verilənlər bazasında sorğu imkan verən obyekti lazım verilənləri əldə etməyə. Lazım və bir əldə etməyə. Yaxşı, düzdür. 24. Hansı MS Access-də obyekt deyil? A variantı. Message obyekt deyil deyirsən. Bəli, elə bir obyekt yoxdur. 25. Access-də sahə tiplərinin tam siyahısını təyin edin. 1, 3, 4, 6. Sahə tiplərinin tam siyahısı. Long text var, hyperlink var,
currency var, date and time var, düzdür. 26. Verilənlər bazasında Aha, fiska bərabərdir 5-ə, aha. 2 ilə 4. 2 ilə 4, aha, İnformatika bərabərdir 5-ə, 1 ilə 2. aha, And riyaziyyat da bərabərdir 5-ə. Bu da 3 ilə 4. aha. Sorğusuna hansı yazı cavab verir? Hansı Bir dənə cavab dörd verəcək? qaldı. İdrisov. Burada nədir? İnformatika 5 İnformatikada 1 olanlar. ilə 2. 1 ilə 2-dir. Riyaziyyat Riyaziyyat 5 olan 4. nədir? 3, 3 4. ilə 4'dür. Elədir? Elədir. Yeni məsələmiz burasındakı bunun hamısı seçilməlidir. Oradan ver. Amma burada əddi kəsme olmalıdır. Elə? Yəni, Buradan nədir? onda 4 olur da 4. bir dənə. Bir dənə 4 olur. Bir variant. Yaxşı. Sonra neçəyə baxırıq? 27. Sayğac sahəsinin xüsusiyyəti nədən ibarətdir? Avtomatik açma xassəsinə malikdir. Düzdür. Verilənlər 28. bazasında hansı əməliyyat yerinə yetirmək mümkün deyil? Deməli, açar sahələrində verilənlərin təkrarlanmasını. Sonra 29. Kitabxana 29 yenə verilən qarışıqdır. bəli, Ona görə bayaqki kimi eləyəcəm. Yarısını o tərəfdə açacağım. Size arkadaşım. Yarısı bu tarafta, yarısı bu tarafta. Daha çox oldu. Bayaqkına nisbətən cədvəllər daha bəlkə böyüdüm. Əla. Bu hissə görünür. Bu tərəfdə cədvəl görünür sol tərəfdə. Heç nə baxın, bəli. bundan cavab çıxartmağa çalışın. İndi 3 dənə cədvəl veriblər bizə. Bəli. Axund küçəsində yaşayan, bizdən Axund küçəsində yaşayan oxuculara neçə dəfə kitabxanadan Nizami Gəncəviyə aid kitablar verilmişdir? Onda birinci müəllim Axundov küçəsini seçirik, Axundov küçəsində olanları. Aha. Bir dənə istiqamət verin. Mən birinci cədvələ baxmalıyam. Birinci cədvələ baxmalısan. Yəni bu birinci cədvələ baxmalıyam bu tərəfdəki. Onda 1, 4, bu tərəfdən seçdik. 1, 4. Yəni başa Deməli, düşməyə 1, çalışıram. 4 deyil. Bax, bir dənə sənin sözdüm, arkadaşım. Bəli. Birinci növbədə bizə nə lazımdır? Şərtə baxın. 3 əlqəlim cədvəldən ibarətdir. Axundov küçəsində yaşayan oxucuların neçə dəfə kitabxanadan Nizami Gəncəviyə kitablar verilmişdi ona. Birinci baxmalısınız, Axundov küçəsində yaşayanın kodu neçədir? O Ha, kodları götürməlisən. Bu bir tərəfdən də Nizami Gəncəviyinin kitablarının kodu neçədir onu. bəli, Yəni bildim. axırda da kitabların verilməsi cədvəlində onların kəsişdiyi sahələri sayacaqsın. Başa düşdüm Ahmet. Demək Nizami Gəncəvi burada 3 dənə kodu var. Baxırıq görək o kodlarda Axundova kitab gedibmi? Hı. Yəni bu kodlardan o kodlar üst-üste düşmür axı. Görürsüz, nətər üst-üstə düşmür. Bura bax.
Baxıram. Kim bilir arkadaşlar? Özünə güvenen varsa da o işləsin. Yoxdursa da mən Bilmiyorum. göstərirəm. Axundov küçəsi burada. Kod nədir? Budur. Axundov küçəsi burada var. Kod nədir? Budur. Buna baxıram. A11 burada Neymiş? var. A22 Ay, burada var. mən o A22, inç A11 nömrəsinə burada var. baxıram. Sonra bura baxıram. Kitablar Nizami Gəncəvi. Mənim Budur. A11-in biri qaldı. Nizami nədir? Üçüncü də A11-dir. A11 üçüncü bu da. Nizami Gəncəvi 56 35 75. Bu uyğundur, bu uyğundur. 56 uyğundur. Bu Ondan 87 uyğun aşağıdakı. deyil. 75 amma şey də yoxdur. Bu da kəsişmir. Kəsişmədiyinə görə heç onlara dəymirəm. Niyə? Çünki burada 56 35 bir də 75 idi. 56 uyğun gəldi, 35 uyğun gəldi, 56 uyğun gəldi. Burada 87 də uyğun deyil. Bu birisi də 20 də uyğun deyil. 3 dənəsi kəsişdi də. Görürsüz, deyirsiniz ki, yoxdur. Mən o birisi koda baxırdım da ona görə. Hı hı. Hı hı. Yaxşı. 29 qaldı. Qaldır. 30, 30, 30. 30. Cavab verin görün. 30. Hı hı. Hmm. Verilənlər bazası alətləri toz. A variantı mənim. Hə, verilənlər bazası alətləri, database tools, bəli, bəli. E, 31 kimdədir? Mən. Ay, sorry. Verilənlər bazasında abituriyent cədvəlində cinsi 2 və doğum ili 1980. Cinsi 2 olanlar 1, 2, 3, 4, 6 and ili 1981-dən böyük və bərabər olan 1, 3, 4, 5, 6, 7 fakültəsi kimya, biologiya 1, 2, 4, 5, 6, 7 Hı hı. De. 3 dənə. Deməli, baxaq. Abituriyent cədvəlində cinsi 2, düzdürmü? Bunlar Bəli. hansılar idi? 1 idi, 1, 2 idi, 3 idi, 4 2 idi idi, və 4 6 idi, idi. 6 idi. Hə? Bəli. Sonra And doğum ili 81-dən böyük və bir bayaqki məsələdir bu. Bəli, mənim. 1, 3, 1, 3, 3, 4, 4, 5, 5, 6, 7. 6, 7. 81-dən böyük bərabər. Bu da oldu. Bir də And yenə and verib. Eynidir. Kimya, biologiya həminki sualdır. 1, 2, 2, 4, 5, 4, 6, 5, 7. 6, 7. Baxdıq buna 3-ünü də kəsişdirməli. 3-ündə də 1 var. 3, 3-ündə də yoxdur. 4, 3-ündə də var. Bir də 5 6. üçündə də yoxdur. 6 üçündə də var. Bəli də düzdür.
Amma bayaq deyəsən özlərini soruşurdu. Burada sayını soruşur. Eyni sualdır. Bayaq çünki 1, 4, 6 çıxmışdı. Bilmirəm kim idisə də işlədi bunu. Mənim sualım idi mənim. Hə, Lara xanımmış. Yaxşı. 32. Kəlbəcər sualı. Əsl təxminəli sualdır, amma sırada Müsarə xanımdır. Verilənlər bazasının aşağıdakı strukturuna əsasən beta şirkətin anbar xərclərini manatla hesablayın. Aha. Başa düşmədim mən. Nədir? Anlamadım. Beta şirkətinin anbar xərclərini deməli belə. Belə bazasının aşağıdakı strukturuna əsasən beta şirkəti anbar xərclərini manatla hesablayın. Bala, bax beta şirkəti bunu kim işləyə bilər? Qoy özünə güvənən varsa Mən işləsin, eləyim. yoxsa mən işləyəcəm. Bəli, Mən eləyim. elə. Qoydum. 230 beta 239-dur. Aha. 239-da 8 dənədir ədəd sayı. Nəyin sayı 8 dənədir? Kitab da mənim sayıları. Sən işdə görüm nə edəcəksən? Mənə demə. Mənə İd demə. 18-dir. Aha. 18-dən 8 dənədir. 8-i vuruq 12 əlliyə. Allah, bax bu düz, bu düz. Elədi 100 manat. Bax görsən sənə kömək edirəm. Sonra başqa? Gələk. Sonra 239 olan jurnal 28-dir burada. Burada Aha. 28 olan 0,75-i vururuq 12-yə. Aha, bu da elə 9 manat. Bir də 200 sonra elə bunlar 109. Düzdür. Yəni gördünüz əslində çətin bir şey yox idi. Bax birinci baxda şirkətin aidisi 239-dur, malın aidisi 18. Sayda 8 dənədir. Baxdı 18 aidisi olan qiymət neçədir? 12.50. 12.50-ni 8-ə vurdu, 100 manat aldı. Sonra baxdı 239 aydidir, şirkətin aidisidir, 28 də jurnalın aidisidir, 12 dənədir. Jurnalın aidisinə görə baxdı ki, 75 qəpikdən də 12 manada vurdu, 9 manada aldı. Sonra da bunları topladı, ümumi xərc neçə oldu? 109 manat elədi. Əslində çətin deyilmiş. 33. Verilənlər bazasının bakalavr cədvəlində bu şərtləri ödəyən neçə yazı vardır? Deməli, birinci bakalavr kurs bərabərdir 3 Gəlin belə olanları elə. Bunu götürəcəyik. burada Mənim işləmə. Bilirsən Bir, necə? Mötərizələrə fikir vermək lazımdır. asanda oxşur müəllim deyəndə ki, Asan yox, mötərizələr qarışdırır adamı. Mən də ona görə deyirəm ki, bunu qoyarsan qırağa, sonra işləyib atarsan. Mötərizələrin sayını qaçıran kimi səhv çıxacaq. 10 yerinə bunu işlə, bu rahat. 34. Mötərizə sayları çox içində ballar qarışıq. cədvəli verilmiş. Bu biraz çətin gəldi əksinə müəllim mənə. Əksinə bu asandır. Görürsünüzmü? Asanla çətin arasında qalsa nə olduğunu hələ tam Bunu bilmirəm. bilməyəcəm. 33 amma deyə bilərəm. Ay bax, onda eləyərsən, atarsan mənə. Yaxşı. Bunu kim eləyə bilər? Bunu eləsin. Bunu deyək. Sizə deyirəm da, burada başqa cin zat yoxdur ki, sizə deyirəm də. Deməli, mən gəlin baxaq. Dəqiqə. Bu cədvəl əsasən aşağıdakı formada belə görünür. Sorğu yaradılırsa, sorğu 4 yerdə işləyən son nömrə ardıcıl müəyyən. Hə, amma düşdü bu. Deməli, descending
Descending nə idi? Biri tərcümə eləsin. Artan sırayla idi. Hayır, azalan sırayla. Artan sıra ascendingdir. Hə. Azalan sırayla düzürük. Məntiq ballarına. Baxırıq ki, ən çoxu 47-dir. Yəni Orada başqa birincidir. şərt görmədin Yox, Aygül. 48. 48 gələcək. 48 gələcək. Birinci 3 gələcək. Bir də Aygül başqa tamam. şərt var da, informatikadan. Birinci Ay, məntiqə ay bala. Sus. informatikaya da baxım. Birinci informatikaya baxım. Aygül taç. Sus. Deyirəm Yaxşı. sus uşaq deyir informatika baxım. Sus sözü informatika baxın kod sözüdür. Bala, birinci sizə kübiyi verilibdirsə, bax buna deyirlər query by example. Bu tipdə verilibsə birinci kriteriyaya baxmaq lazımdır. Şərtə. Böyük bərabərdir 45. Birinci şərtə baxırsan, şərti ödəyəndən sonra artıq düzürsən. Bu şərt sonra da bu şərt. Bu şərt nədir? Deyir ki, not 20-dən kiçik. Yəni 20-dən böyük bərabər, amma bu orla verilibdir. Bu da nə deməkdir? Məsələn, bu 9-cunu götürməyəcəkdir. Ondan sonra 8-i götürməyəcəkdir. Ondan sonra 7-ni götürməyəcək, 6-nı götürməyəcək. 5-ə 5 də götürürüz. informatikası ödəyir. Düzdür? Məntiqi 45-dən böyük bərabər şərt Götürmür. ödəməsə də informatika ən azından ödəyir. Buradan o yana, bax buradan o yana ödənənlərdir. Yəni heç aşağıdakıya baxmağa ehtiyac yoxdur. Ondan sonra buna descendingdən düzə bilərsən. Nə üçün deyirəm? Sabah burada buradakı kimi verilməz. Buradakı kimi verilməz. Daha fərqli ədədlər verilə bilər ki. Sən onu düzərsən tamam səhvin olacaq. Çünki burada bir dənə bura var. Bax bu hissə. Not 20. Düzdür? Bunu burada yox. Orun qabağında yox. Burada andın qabağında verəsi olsa. Burada hətta 48 bal ən böyük bal olsa belə bunun qabağına da 18 veriləsi olsa nə olacaqdı? O 48 bal heç iştirak eləməyəcək. Ona görə də bu sorğu ilə işləyəndə birinci növbədə hara baxmağın lazımdır? Birinci növbədə bu şərtlər, kriteriyanın qarşısına baxmalısan ki, mən baxım görüm hansı şərtlər bizə verilib. Kriteriya olandan sonra sorta baxa bilərsən. İndi davam elə. Danışa bilərsən. Tamam. 48 onda birinci Aha. deyək. Sonra azalma sırası gedir 47, 3, sonra 1. Aha. Sonra indi 45, 45, 2, 45 var. Orada informatikaya baxırıq. İnformatikanın hansı ödəyib, hansı daha dəqiq ödəyirsə onu seçirik də. Düzdür, burada cavabda onsuz da bir dənə 3, 1, 4, 2 var, Y variantı. Amma Məsələ burasındadır ki, Gültac. Burada heç informatika tərəfini falan heç o qədər görməzdən gələcəksən. Elə burada variantın alınıbdır. Çünki informatika ümumiyyətlə burada sorğuda bura tik qoyulmadığına görə təqdim olunan cədvəldə ümumiyyətlə informatika sahəsi görünməyəcəkdir. hə, bəli. Hə, amma birində var idi, elə bil onda informatikaya da baxırdıq. O Baxmaq da lazımdır. Baxmaq hə, lazımdır. Amma burada quş seçilibdir. qoyulmayıb. İkinci bir tərəfdən də informatikaya görə düzüm də verilməyibdir. Bəli. Yəni cədvəllər çıxanda, məsələn, buna aid düzüm verilməyibdirsə də, artıq bunu sənə 4 ilə 2-nin yerini hər dəfə bir cür təqdim edəcək. Bəli. 35. Hazır timer. Qutarsın bəlkə. Yorulmuş. Nə? Dənəsi qalıb. 2 dənə qalıb da. Da dənə yorulubsuz qalıb, başa düşdüm. 2 dənədən ötürü növbət dərsi saxlayasınız ki, gecə saat 12-ə işləyibdi.
Hələ biz qurtaramamışıq. Davam Evet. edin. Heç nə. 35 Bilmirəm şimdi. kim sırası. Asan sualdır. Asan sualdır. Biriniz götürün işleyin tez. İşləyim mən. İşte bu. Demək, texniki baxış bizdən soruşur. 01, 03, 08-dən böyük olan. Yok, kiçikdir qadın, amma bu da kiçik yazı bax, böyük deyil. Aa, kiçik olan 1. Birinci, Ana yox, o da yox, 8-dir. yox. Hə, yox, aynen yox. Texniki baxışa baxın, qeydiyyata baxın. Ona baxıram. Ay mənim yenə yadımdan çıxdı. Bu kiçik idi, böyük idi. Bu kiçikdir. Bax, bura xətt qoyanda 2 hərf alınır. Kiçikdir deməli. Hə. Demək 2, 2, sonra keçirik 4. 4, bəli. Ay müəllim, onda 5-i də götürürük də 5 birinci ayda. götür. Birinci ay, üçüncü aydan Hə. əvvəldir. Sonra 6-nı götürmürük, 7-ni götürürük, 8-i də götürmürük 6-cı ayda. Götürməyin. 4 dənə İnstitutda olur. yazılan sayı neçə dənə? 4 dənə. 4 dənə. O görürsünüzmü? Tapırsınız. Müəllim, 36. Hə. 33 işləyib atdım, baxarsın sonra zəhmət olmasa. Yaxşı, yaxşı. Xüsusi 36. xüsusi əməliyyatlara aid olanları müəyyən edin. 1, 1, 5, 7. Bəli, doğrudur. Doğrudur. Əla, qəşəng. Arkadaşlar, gələn dəfədən artıq hesablamalara baxacağıq. Bir də paralel olaraq şəbəkələr mövzularına keçəcəyik. Burada aksesdən sorğular falan atmışam. Onlara diqqətlə baxın. Hər şey yekuna doğru gedir. Diqqətli olun. Gecəniz xeyrə qalsın. Leşim çıxdı. Sağ ol. Sağ olun. Sağ olun. Bye bye.